Deməli, ifadənin qiymətini hesablayın deyir. Biz burada ifadəyə baxan kimi görürük ki, birinci kəsrin məxrəci ikinci kəsrin sürəti ilə ixtisar edir. Eyni qayda ilə ikinci kəsrin məxrəci üçüncü kəsrin sürəti ilə ixtisar edir. Belə-belə məxrəc və sürətlərimiz ixtisar edir. Bu tipli suallarda yadda saxlayın ki, birinci kəsrin sürəti və sonuncu kəsrin məxrəcini götürmüş olacağıq. İstəsəz qaydaya uyğun olaraq əzbər qaydasından 99-da bir də götürə bilərik və ya göstərişlə də yaza bilərik. Dediyim kimi onsuz da baxan kimi bəlli olur ki, sürət və məxrəclər ixtisar edir burada. 5-də 3, 7-də 5 və nəhayət 99-da 97. Bu o deməkdir ki, bu aralıqda başqa kəsirlər də var. Yəni 99-da 97 qədər çoxlu kəsirlərimiz var. 7-də 5, sonra 9-da 7 olacaq. Ondan sonra 11-də 9, ondan sonra 13-də 11 belə-belə 99-da 97 kəsirinə qədər gedəcək. Deməli, bayaq dediyim kimi, birinci kəsrin məxrəci ikinci kəsrin sürətindən ixtisar edir lütfən. İkinci kəsrin məxrəci üçüncü kəsrin sürəti ilə eyni qayda baxın. 7 ilə də burada olacaq arada olan ifadənin sürəti ixtisar edəcək və nəhayət sonuncudan bir dənə öncəki kəsir olacaq, deməli 97-də 95 kəsiri və oradakı 97-95 kəsirində də 97-lər ixtisar edəcək. Və qalmış olacaq birinci kəsrin sürəti və sonuncu kəsrin məxrəci. Yəni bu qaydanı yadda saxlayın. Birinci kəsrin sürəti, sonuncu kəsrin məxrəci. Bunu da qeyd olaraq götürüncü bu tipli suallarda belə yazmaq lazımdır. Cavab olacaq, yəni D variantı.